Salam! Əgər evinizdə süd, peçenye və çiyələk varsa, bu şirniyyatı mütləq hazırlayın. Çox dadlıdır. Şokoladlı kremi hazırlamaq üçün ilk növbədə 3 stəkan südün üzərinə 1 stəkan şəkər tozu əlavə edirik. Daha sonra 5 xörək qaşığı nişasta. Əgər nişasta yoxdursa, onu əlavə edirik. 1 paket vanil əlavə edirik. Kakao əlavə edirik. Kakaonun miqdarını istədiyiniz qədər əlavə edə bilərsiniz. Yarım stəkan da duru yağ əlavə edirik, qarışdırırıq və ocağın üzərinə qoyuruq. Qatlaşana qədər vamxodda bişiririk. Tam qatlaşdıqda ocaqdan götürürük və 2 xörək qaşığı qədər kərə yağı əlavə edirik, yenidən qarışdırırıq və soyumağa qoyuruq. Bundan sonra isə çiyələkləri doğramağa başlayıram. Məncə çiyələksiz bu qədər dadlı olmaz. Çiyələk çox gözəl dad verir. Çiyələklər hazır olana qədər artıq şokoladlı kremimiz də soyumuş olur. Peçenyeləri isə islatmaq üçün süd və şəkər tozu qarışığından istifadə edirəm. Hazırlamağa başlayan zaman ən alt qatına da şokoladlı kremi vururam və bundan sonra peçenyeləri südə batırıram və üzərinə düzürəm. Bütün qatları bu şəkildə şokolad, peçenye, çiyələk ilə düzüb tamamlayırıq. Daha sonra soyuducuda özünü alması üçün 3-4 saat gözlədirik. Soyuyandan sonra inanın ki, dadı çox ləzzətli olur. Əgər siz də mənim kimi yay aylarında çay içməyi sevmirsinizsə, soyuq suyla da bu desert çox dadlı olur. Çiyələyin mövsümü olduğu üçün və bu şirniyyat sərin yeyildiyi üçün əsl yay şirniyyatıdır. İnanın ki, dadı da çox ləzzətli oldu. Hazırlayacaq hər kəsə nuş olsun. İzlədiyiniz üçün çox sağ olun və zəhmət olmasa kanala abunə olaraq mənə dəstək olun. Çox sağ olun.